Bu günlərdə hava şəraiti ilə bağlı mövzunun aktuallığını qoruyub saxladığını görürük. Artıq aprelin 17-sində leysan xarakterli yağışın kəsdiyini də şahid olduq. Bəs sabah, yəni aprelin 18-də ölkə ərazisində hava necə olacaq? Bu haqda istərdim məlumatı paylaşım. Aprelin 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. 14-19 dərəcə isti olacaq, şimal-qərb küləyi əsəcək. Azərbaycan rayonlarında da hava şəraitinin əsasən yağmursuz olacağı bildirilir. 14-19 dağlarda isə 5-10 dərəcə isti proqnoz edilir. Hər bir bal sevən bu videonu izləsin əziz dostlar. Hal-hazırda sizə göstərdiyimiz bu bal dağ çiçəklərin balıdır. Özə ildə bir dəfə süzülən baldır və bu balın tərkibində bütün çiçəklərdən il boyu yığılan bal var. Və balın görünüşünə bir dənə fikir verin. Bu bal əziz dostlar, hansı baldır? Ən əsası onu deyim. May balı bu baldan süzülməyib, oradan dağa aparmışıq. Oradan da gökəyə də bunu aparmışıq. Hətta gökə balı da bundan süzülməyib. Çünki bunun tərkibi gökə ilə də zəngindir. Və əziz dostlar, kim bu ballardan istəsə 051 546 39 39 nömrəsi ilə əlaqə saxlasın. Azərbaycanımızın bütün şəhər və rayonlarına çatdırmanı tam pulsuz eləyərik. Sağ olun, var olasınız.